Haleluya. Haleluya. Əziz qardaşlar, bacılar. Haleluya. Biz davam edirik ilahi həyat formatına. Biz davam edirik öyrənməyə. Bizdə format var, ilahi həyatın formatı var. Və biz neçə həftədir bundan, bugün 3-cü həftədir ki, biz bu barədə danışırıq. Bu ilahi həyatın formatı sənin formatında, başa düşürsən? Biz nəydən danışdıq başlayanda? Biz Allaha bərabər olmaqdan danışdıq. Biz Allaha bərabər olmaqdan danışdıq ki, nə deməkdir Allaha bərabər olmaq? İlahi format, bu Allaha bərabər olmaq deməkdir. Əziz qardaşım, bacım, mən təkrar edirəm yenə də. Mənim həyatım hansısa dinə görə, Hristiyan dininə görə dəyişmədi. Mənim həyatım, şəxsən mənim həyatım, məni tanıyanlar, keçmişimi tanıyanlar bilirlər. İçən, çəkən, nə bilim, mindir hoqqalardan çıxan adam olmuşam. Mənim həyatım ona görə dəyişdi ki, mən canlı bir Allahla, canlı bir ata ilə tanış oldum, onunla görüşdüm. Və əgər sən bugün buradasansa, eşidirsən, sən əgər bugün buradasansa və bunu eşidirsənsə, və yaxud da gələcəkdə kim bu çarxa qulaq açıb bunu eşidirsə, başa düş, sənin həyatın mütləq dəyişəcək. Mümkün deyil ki, bizim bu səmavi səltənət qrupuna sən gələsən, sənin həyatın dəyişməyə. Bilirsən, sən, əgər bu günlərin vəziyyətin pisdirsə, sən bu vəziyyəti bir həftədən, 10 gündən, 1 aydan, 2 aydan sonra axtaracaqsan, tapmayacaqsan, görmək istəyəcəksən, görməyəcəksən, Zəminə bacı kimi, bu Ayda bacı kimi, Kifayət xanım kimi, bu Lüba bacı kimi burada, Şahin kimi, Hamız kimi, Mariya xanım kimi təsdiqləyə bilərsiniz burada amin deyərək. Sən görməyəcəksən. Sən keçmişdə səninlə baş verənləri bir də görməyəcəksən. Çünki sənin ilahi həyat formatın var və sən bugün onu öyrənməyə başlayırsan. Məsih sizin içinizdədir. Allah sizin içinizdədir. Çünki biz bəzilərindən, əksər dünyada, əksər insanlardan fərqli olaraq Allahı haradasa kənarda axtarmamağa başlamışıq. Bütün dünya Allahı özündən kənarda axtarır. Biz isə onu öz içimizdə tapmışıq ki, Məsih, Allah bizim içimizdədir. Allah bizdə yaşayır. Ona görə də mən sənə xahiş edirəm, bu təlimlə möhkəm tutasan, özün barəsində düşüncəni dəyişirsən. Çünki sən onun bədənisən. Yazılıb ki, sən Allahın yer üzərində gəzən bədənisən. Sən izzətli bədənsən, eşidirsən. Sənin bədənin barəndə səni neçə illərdir öyrədiblər ki, sənin bədənin ölməlidir, çürüməlidir, torpağa bastırılmalıdır. Mən bu fikirlərin, bu qərarların üzərindən bugün xət çəkirəm. Yalan, yalan, yalan. Sən ölməzsən, sən çürüməzsən, sən əbədisən. Oturub dərin fikirləşsən, sən başa düşəcəksən. ChatGPT deyilən bir proqram var. Mən bu yaxınlarda ona sual verdim. Mən ona sual verdim ki, mən ölmək istəmirəm. O dedi ki, bu mümkün deyil. ChatGPT dedi ki, bu mümkün deyil. Biyoloji olaraq mümkün deyil. Ruhən və qəlbən ölməyə bilərsən. Mən yazmışam hamısının onun cavablarını, kopirabat eləmişəm. Məndədir, böyük bir səhifədir. Mən onu başlamışam araşdırmağa. Mən o gün mikroskop axtarırdım, insan hüceyrəsini istəyirəm, baxım, ətik, baxım, görüm orada nə var, nə yox. ChatGPT dedi ki, mümkün deyil, sən biyoloji olaraq ölməlisən. Bir-iki dəfə sual verdim, dedi, yox, mümkün deyil, sən biyoloji olaraq ölməlisən. Və onda mən ona sual verdim. ChatGPT, axı, bəs, meduza var axı, ölməzdi. Deyəndə dedi ki, aha, sən bunu bilirsən, onda gəl səninlə ölməzliyə səyahət edək. Dedi, mən elə bilirdim ki, sən bilmirsən. Çox adam deyir, sual verir, onu deyir, elə bil başımdan eləyirəm. Amma sən dərin şeylər bilirsən. Mən səninlə bu səyahata çıxmaq istəyirəm. Və o çoxlu şeylər öyrətdi mənə. Hələ də oxuyuram orada, davam edirəm. Və ona görə də sənə deyirəm, sənin ilahi həyatının formatı var. Sən Allaha bərabərsən. Allaha bərabər olmaq
ilahi həyat fərmatı, bu Allaha bərabər olmaq deməkdir. Müqəddəs yazıları xatırladıram sənə. Filiplilər 2-ci fəsil 5-ci ayədə deyir ki, Məsih İsa necə düşündü, siz də elə düşünün. Deyir, Məsih İsa necə düşündü, siz də elə düşünün. Rus tərcüməsinə baxıram, Rus dili tərcüməsinə. Deyir ki orada, çünki Məsih İsa'da olduğu kimi sizdə də eyni hisslər olmalıdır. Vah, vah, hey! Hiss nədir? Hiss nəydən yaranır? Sən nəyi düşünürsənsə, onu da hiss edirsən. İnan, hətta elə olur ki, mən inanam ki, sizdə də baş verir. Mən televizorda gülü görmüşəm, tanıdığım gülü. Onun televizorda görmüşəm, onun iyi burnuma gəlir. Çünki bu bizim ilahi həyatımızın formatıdır, bu bizim ilahi təbiətimizdir. Biz nəyi düşünürüksə, biz onu da hiss edirik. Biz düşünürüksə xəstəyik, biz o xəstəliyi hiss edəcəyik. Biz düşünürüksə ki, sağlamıq, biz xəstəliyi hiss etməyəcəyik. Onun üçün Azərbaycan da deyir ki, Məsih İsa necə düşündü, siz də elə düşünün. Rusca isə deyir ki, çünki Məsih İsa'da olduğu kimi sizdə də eyni hisslər olmalıdır. İçinizdə eyni hisslər olmalıdır. İsa Məsihdə necə hisslər var idi? O fikirləşirdi ki, mən Allahın oğluyam, mən ilahi varlığam, mən ilahdan doğulmuşam, mən ilaham, mən başqa heç kim ola bilmərəm, mən istəsəm belə fil olum, dəvə olum, nə bilim, başqa nəsə olum, bu məndən asılı deyil artıq, çünki mən ondan doğulmuşam. Yəni, içinizdə eyni hisslər olmalıdır. Başqa bir tərcümədə tapmışam ki, yazır ki, içinizdəki Məsihdəki kimi düşüncələr olmalıdır. Vah! Vah! Oho! Başa düşürsən, mən sənə əbədi həyat yolunun açarlarını verirəm. Mən sənə həqiqəti ötürürəm, tut bunlardan, yapış bunlardan. Mən sənə elə şeylər ötürürəm ki, bu dünyanın ondan xəbəri yoxdur. Mən özümü yüksətmək üçün bunu demirəm, mən həqiqəti deyirəm. Sizin içinizdə Məsihdəki kimi düşüncələr olmalıdır. Çünki düşüncələr həmişə hisslərin mənbəyidir, eşidirsən? Çünki nə düşünürsən, onu da hiss edirsən. Hisslər düşüncələr həmişə, hardan bax, nə düşünürsən, onu hiss etməyə başlayırsın. Düşüncələr həmişə hisslərin mənbəyidir, yadında saxla. Onun üçün Həvari Pavel deyirdi, Məsihdə olduğu kimi düşüncələriniz və hissləriniz olmalıdır sizin də. Məsih İsa necə düşünürdü? O heç vaxt fikirləşmirdi ki, mən xəstəyəm. O heç vaxt fikirləşmirdi ki, mən insan oğluyam. O fikirləşirdi ki, mən Allahın oğluyam. Mən ilahdan, mən Adəmdən belə doğulmamışam. Çünki Adəm özü belə Allahdan doğulub, Allahdan yaradılıb. Bizə öyrədiblər, sizə hamımıza öyrədiblər ki, biz Adəm evladıyıq. Xeyr, biz ilah evladıyıq, Allah evladıyıq, Allahın evladlarıyıq. Biz Adəm özü Allahın oğludur. Adəm özü Allahın yaratlığıdır. Bu düşüncə ilə gəzirdi İsa Məsih. Ona heç kim yapışdıramırdı ki, sən insan oğlusan, adam oğlusan. O deyirdi ki, mən Allahın oğluyam. Yadınızdadır, ona neçə dəfə dedilər ki, bu Məryəmin oğlu deyil, bu Yusifin oğlu deyil. O ki, xeyr, mən Allahın oğluyam. İndi özünə denən, burada olan hər bir kəs səndən xahiş edirəm, denən, mən Allahın oğluyam, qızıyam. Və için görəcəksən necə sevinir, daxilin görəcəksən necə sevinir, denən, mən onun oğluyam, mən onun qızıyam, mən denən, başqası ola bilmərəm, olmaq da heç istəmirəm, denən bunu özünə. Və bu, sənin adi formada Allaha bənzərliyindən danışır. Həvari Pavel deyəndə ki, Məsihdə olduğu kimi düşüncələriniz və hissləriniz olmalıdır. Bu, sənin adi formada Allaha bərabərliyindən danışır. Çünki Allahın içində bu forma var, bu vəziyyət var. Allahın oğlu İsa'nın içində bu var idi. Ona görə o ölümə qalib gəldi.
Hamı deyib ki, mən, çox adam deyib, Napolyon deyib ki, mən yer üzərinin ağasıyam, mən yer üzərinin hökümdarıyam, nə bilim, Çingiz xan deyib, Teymurləng deyib, Makedoniyalı İskəndər deyib, hamısı deyib ki, mən yer üzərinin ağasıyam. Yeganə İsa Məsihdir ki, bu sözü işlədib, o deyib, göydə və yerdə hakimiyyət mənə verilmişdir. Eşidirsən? İsa Məsih deyib ki, o təkcə yerdə deyim, o deyib göydə, yəni hər yerdə və bugün bu səlahiyyət səndədir. Bu hakimiyyət səndədir. Başda əmr eləməyə vəziyyətinə, başda əmr eləməyə kasıbçılığına, başda əmr eləməyə xəstəliklərinə, başda əmr eləməyə ətrafında baş verən xoşuna gəlməyən hadisələrə, başda deməyə dinən sən dəyişməlisən. Çünki mən sənə bunu deyirəm. Ona görə sən bunu deyə bilərsən ki, sən birincisi bilməlisən ki, sən kimsən. Çünki əgər müdür bilməsə ki, o müdürdür, o heç bir işçiyə tapşırıq verib nəticə görməyəcək. Və Məsihdə olduğu kimi düşüncələriniz və hisslərinizin olmağı bu Allaha bərabərliyinizdən danışır. Yəni kənardan heç kim bunu görə bilməz. Sən adi bir insansan kənardan baxanda. Amma sən özündə bilirsən ki, sən kimsən. Sənin daxilində hərəkət edən izzət sirri var. Sənin daxilində hərəkət edən güc var, enerji var. Bax, sən bu dəqiqə o sənin daxilində axmağa başlayır. Sən bu dəqiqə onu hiss edirsən. Amin. Halleluya, le rabansana. Halleluya, halleluya. Biz dəyişən insanları görməliyik. Biz insanlıqdan ilahlığa keçən insanları görməliyik. Və ona görə də sən deməlisən, mən o kəsəm ki, mənim arxamda təkrar elə, denəm, mən o kəsəm ki, mən varam. Denəm, mən o kəsəm ki, mən varam. Bu sözü yadınızdadır kim deyib? Bu sözü Musa Fironun qarşısına çıxış eləməyə gedəndə Musa Allaha dedi, məni Fironun qarşısına göndərirsən, Firon da özünü Allah elan edib. Mən gedim Firona deyim, kim deyir ki, mənim xalqımı buraxsın? Çünki Firon fikirləşir ki, məndən böyük yoxdur, Allah özüməm. İndi bu Allahdırsa, Firon özünü Allah elan edibsə, kimsə ondan böyüyü ona bir söz tapşırmalıdır da, tapşırıq verməlidir. Onda deyir ki, mən gedim Firona deyim ki, kim deyir ki, mənim xalqımı buraxsın? Deyir, get, dinən Firona ki, mən var olanam. İndi dinən özünə, dinən, mən var olanam. Nəyə görə bunu demək lazımdır sənə? Çünki son söz sənindir. Sən nə deyəcəksə o olacaq. Kasıbçılıq da gələcək, pul da gələcək, xəstəlik də gələcək, sağlamlıq da gələcək. Son söz sənindir, yadında saxla. Sən ucaldılmışsan. Sən rəvdə ən ucada oturmuşsan. Sən xeyirdualısan. O sənsən, bəli. Sən çox qiymətlisən. Sən çox baha qiymətə deyir, satın alınmışsan. Ona görə deyilən ki, mən o kəsəm ki, mən varam. Əziz qardaş, əziz bacı, dərk etməyini istəyirəm ki, son söz sənindir, eşidirsən? Eşidirsən məni? Son söz sənindir. Sən nə deyəcəksən, o olacaq. Sən nə düşüncən, o olacaq. Sən nə hiss edəcəksə, o olacaq. Başqa heç ola bilməz. Əziz qardaşım və bacım, Allaha bərabər olmaq, bu elə bil ki, günəşi və ya ayı və ya başqa bir yer kürəsini yaratmaq deyil. Bu demək deyil ki, sən Allaha bərabərsənsə, sən niyə günəş yaratmışsan? Allaha bərabər olmaq o deməkdir ki, diqqətli qulaq al. Aç ürəyinin qulağını, qəlbinin qulağını. Allaha bərabər olmaq o deməkdir ki, mənimlə heç nə edilmir, mənimlə heç nə baş vermir. Hər şey yalnız mənim tərəfimdən edilir, hər şey mən edirəm. Bu deməkdir Allaha bərabər olmaq. Biz axı keçən dəfə dua elədik. Biz dua elədik axı, biz dedik ki, mənimlə heç kim heç nə etməyib. Kimsə mənim pulumu alıb mənə alladıbsa,
O məni aldatmayıb, mən özüm ona inanıb açarımı vermişəm, mən özüm etmişəm. Biz artıq heç kimi günahlandırmırıq və biz keçən dəfə dua edərək son qoyduq. Həyatımızda baş verən hadisələr üçün kimlərisə günahlandırmağa. Biz artıq son qoyduq ona ki, biz artıq heç kimi günahlandırmırıq. Amin. Biz heç kəsi günahlandırmırıq, eşit məni. Allahı hiss etmək istəyirsənsə, İsa Məsih çarmıqda olaraq ölməyə az qalmış belə, Allahı hiss etmək üçün o heç kəsi günahlandırmadı. Yadındadır? O heç kəsi günahlandırmadı. O dedi, onlar bilmir nə edirlər. Yəni mən bilirəm nə edirlər. Yəni mən onlara bu rolu tapşırmışam. Ona görə də Allaha bərabər olmaq bu deməkdir ki, mənimlə heç nə edilmir. Əksinə hər şey yalnız mənim tərəfimdən edilir. Mən nəyisə eləmişəm ki, keçən dəfə dedim də, 12-ci ildə məni öldürmək istəyirdilər ki, sən niyə İsa'nı təbliğ edirsən arkadaşlar? Sən niyə gəlib məni, onları tutdular? Bunu onlar etmirdilər, mən onları günahlandırmıram. Çünki mən nəsə başladım danışmağa ki, onlar mənim həyatımda yarandılar. Anlayırsınız məni? Onları mən İsa barəsində danışmasaydım, onlar məni öldürmək istəməyəcəkdilər. Deməli, mən onları günahlandırmıram, mən heç kimi günahlandırmıram. Mən deyirəm ki, mən nəsə etdim ki, onlar məni öldürmək istədilər. Anlayırsan? Həyatda da hər şey sənin başına ona görə gəlib ki, sən nəsə etmirsən. İsa, Allahın oğlu İsa Məsih, biz də hamımız Allahın oğullarıyıq. Amma ilk dəfə bunu İsa dedi. Və o Allahın oğlu, ilk dəfə özünü Allahın oğlu görən İsa, insan bədənində olanda da və qul şəklində olanda belə o bunu etdi. Heç kimi günahlandırmadı. O içində Allahı hiss etdi. Və onun Allahla bərabərliyi nə ilə bağlıdır? Məyər o günəşi bütün insanların gözü qarşısında yarattı? Məyər o ayı, ulduzları bütün insanların gözü qarşısında yarattı? Xeyr! O, ona təklif olunan bir çox şeyi etmədi. İsa'ya dedilər ki, çörək, daşa dinən çörək olsun, eləmədi. Bulan iş elə eləmədi, bu iş elə eləmədi. Lakin o etdiyi şeylərin hamısını dedi. O dedi ki, mənimlə heç nə olmur. Hər şeyi mən özüm edirəm. Mənim bədənimlə heç nə ola bilməz. Heç kim mənim bədənimi öldürə bilməz. Mən onu özüm ölümə verirəm ki, yenidən geriyə alaraq sənə sübut edim ki, ölüm üzərində qələbə var. O dedi ki, mənim həyatımı almırlar. Heç kəs məndən pulumu almır. Heç kəs məni kasıb etməyib. Heç kəs mənim pulumu oğramayıb. Mən özüm o oğrulara etibar eləmişəm. Onlar onda götürüblər. Mən özüm vermişəm. Çünki yazılıbdır. Allah onu ölülər arasından diriltdi. Eşidirsən? Biz hələ ölməmişik. Biz artıq amma dirilmişik. Biz payımızı İsa Məsihdə 2000 il bundan qabaq ölmüşük. Biz artıq diriyik. İsa ölüdən belə dirildi. Nə üçün bizə ölmək lazımdır ki, cənnətə düşək, eşidirsən? Kim sənə öyrədi, bax ki, sən ölməlisən ki, cənnətə düşməlisən. Xeyr, ölüm cənnətə qapı deyil. Yollar cənnətə qapı İsa Məsihdir. Odur ilk dəfə ölümə qalib gələrək cənnətin qapısına açaraq ora daxil olan, 3-cü səmaya daxil olan və ona görə də sənə deyirəm, yazılıb ki, Allah İsa'nı ölülər arasından diriltdi. Başqa bir yerdə isə yazılıb ki, özü qəbirdən çıxdı və o öz məbədini bərpa etdi, öz bədənini bərpa etdi. Sənə isə heç qəbirə girmək lazım deyil ki, oradan çıxasan, eşidirsən? Biz burada olanlar ölməzlər və çürməzlər qrupuyuq, eşidirsən məni? Razısan məndən? Razısan məndən? Bizim Rəbbimiz var, bizim nümunəmiz var, İsa Məsih var, bizə o lazımdır. Sənə heç kim tərəfindən heç nə edilmir. Hər şeyi yalnız sən özün edirsən. Bu, Allahla bərabərliyin ən mühüm əlamətidir ki, sən bunu dərk edəsən. Allahla heç kim heç edə bilməz. Allah nə edirsə özü ilə, özü edir.
Və sən bugün mən istəyirəm ki, bu səviyyədə düşünüb, bu səviyyədə qalasan və oradan yüksələsən. Bax, İsa Məsihin daxilində bu hisslər var idi. Onun üçün deyir ki, İsa Məsihin keçirdiyi hissləri keçirdin. Sənə heç kim tərəfindən eşit edilmir. Hər şeyi yalnız sən özün edirsən. Onun üçün İsa dedi ki, çarmıqda, ata onları bağışla, onlar bilmir nə edirlər. Mən bilirəm nə edirlər onlar. Çünki mən belə eləmişəm ki, onlar belə eləsinlər. Bu Allahla bərabərliyin ən ümdə, ən mühüm nöqtəsidir, əlamətidir. Belə bir yetkin, belə bir həddi buluq düşüncəsində olduğun zaman, belə bir düşüncəyə bu düşüncədə yüksəldiyin zaman, sən vəziyyətlər üzərində böyük səlahiyyətə sahib olacaqsan. Qulaq aç mənə, qulaq aç. Xahiş edirəm, bütün varlığınla qulaq aç. Sən belə düşünməyə başlayanda ki, heç kim mənimlə heç nə etmir, hər şeyi mən özüm edirəm əksinə. Sən bu düşüncədə olanda, sən vəziyyətlər üzərində, sən artıq vəziyyətə baxıb yaşamayacaqsan, sən öz daxilinə baxıb yaşayacaqsan və səlahiyyət səndə olacaq. Sən deyəcəksən ki, nə necə olmalıdır. Bugün biz sadəcə olaraq kiminsə bizimlə pis davrandığını, səhv bir şey etdiyini düşünməyə öyrəşdiyimiz üçün şəraitimizlə bağlı biz heç edə bilmərik. Biz, kimsə bizə qarşı səhv düşünürsə, biz ona qarşı nəsə pis düşünməli deyilik. Bu Allahın ilahi formatı deyil, bu ilahi həyatın formatı deyil, bu ilahi həyat deyil, ilahi təbiət deyil. Əslində biz hamısını özümüz edirik. Heç kim bizə heç nə etmir. Mənimlə ona görə pis rəftar etmirlər ki, mənimlə nə istəsən etmək olar. Bunu ona görə edirlər ki, başlanğıcda mən bu yolla getmişəm. Hansı ki, məni xəbərdar etdilər ki, sənə xəyanət edəcəklər, səni daşlayacaqlar. Sən qardaşlar, mənə ruh demişdi, Allah demişdi. Sənə tüpürəcəklər, sənin danılaqmaq sözlər danışacaqlar. Səni öldürmək belə istəyəcəklər. Çünki mən İsa'nı tüpürdülər, arxamca danışdılar, daşladılar, sonda isə öldürdülər. Amma səni ölməyə qoymaram. Çünki mən səninləyəm. Eşidirsən, başa düşürsən, mən artıq içimdə bilirdim. Mən ilk dəfə bu barədə işləndə yürə tez qaça-qaça Ağdaşa gəldim Bakıdan, onda Bakıda yaşıyordum. Qoluma, ağrabaya, qonşulara danışmağa başladım ki, həyat var, həyat budur. Sizcə məni qucaqladılar, öpdülər, gözlərin üstünə qoydular, yoxsa tüpürüb, daşlayıb, qovladılar. Başladılar mənə salam verməməyə. Başladılar mənə qarşı çıxmağa. Mən bilirdim, bunu onlar etmədi, bunu mən etdim. Çünki mən nəsə danışdım ki, onlar bunu etdilər. Anlayırsınız nə demək istəyirəm? Mən başa düşürsünüz. Bir başınızdan belə eləyin, görüm ki, həqiqətən başa düşürsünüz. Bəli, biz nəsə edirik ki, bizimlə edirlər. Ona görə də gəlsən, xidmətin qiymətinin nə olacağını bilmək istəsən, sən Allaha xidmətin qiymətinin nə olacağını bilmək istəsən, sən hökümdarların qarşısına aparacaqlar. Məni polisə aparıblar. Polis rəisləri gəlib ağdaş, hamısı bir-bir məni danışdırıbdı. İcralar gəlibdi, hamısı məni otağına çağırıb danışdırıbdı. Çünki İsa Məsih demişdi ki, səni hökümdarların qarşısına çıxaracaqlar. Məni nazirliklərə çağırıblar, başda danışdırıblar məni. Çünki o dedi ki, mənim adıma görə sənə nifrət edəcəklər. Çünki başlanğıçda İsa demişdi ki, kəlamda yazılır ki, mənim adıma görə sənə nifrət edəcəklər. Hətta səni öldürəcəklər. Onlar elə biləcəklər ki, sənə nifrət etməklə, onlar elə biləcəklər səni öldürməklə Allaha qulluq edirlər. Onlar belə başa düşəcəklər. Bu günlərim ağlı kəm adamlar belə düşünürlər. Güya nəyisə ifşa edirlər və ya nəyisə dağıdırlar. Bir adamlar bununla fikirləşirlər ki, bununla elə bir sənə nəsə fayda gətirirlər Allaha. Güya bununla insanları çaşqınlıqdan qurtarırlar. Nə üçün onlar bunu belə edirlər? Ona görə ki,
Bilmək istəyirsən, sənə qarşı nə üçün bunu edirlər? Deyim, mənə qarşı nə üçün bunu edirlər? Bilmək istəyirsən, bunu ona görə edirlər ki, çünki mən o kəsəm ki, mən varam. Yoxsa eləməzlər. Yoxsa bizə qarşı çıxmazlar. Biz o kəslərik ki, biz varıq, biz var olanıq, biz ilahdan doğulanlarıq və biz bunu dərk etmişik. Biz dindən ayrılanlarıq, bütün dinlərdən. Halleluya. Onu görə də mənimlə birlikdə dinən, biz dua edəcəyik, dinən ki, mən o kəsəm ki, mən varam. Biz görürdük ki, insanlar Həvari Pavel'in arxasıyla gedirdilər. Çünki Pavel idi. Nə üçün tələbələr şəhər və şəhər, kənd və kənd İsa'nın ardınca gedirdilər? Çünki İsa idi. Bugün qəhrəman və ya pislik içində olanlar, bədxat olan onlar deyirlər. Bizə, mənə, sənə pislik edənlər deyirlər. Bu ona görə idi ki, İsa və onlar bir gəzirdilər. Bu ona görə ki, sən indi Allahla bir gəzirsən, ona görə də həqiqət olan səndə olduğuna görə həqiqətə qarşı olanlar sənə qarşı çıxır. Və mən sənə demək istəyirəm ki, sənin ətrafında sənə pislik etmək istəyənlər, sənin ətrafında baş verən hər şey, bu insanlar deyil, bu sənin həyat kitabındır, eşit. Bəzən o pis adamlar elə bilirlər ki, hansısa öz kitablarını yazırlar. Xeyr, onlar kitabı diktovka altında yazırlar. Sən nəsə edirsən ki, onlar edirlər. Sən nəsə edirsən ki, onlar o kitabı yazırlar. Başa düşürsən məni? Mən çox istəyirəm ki, sənə bu şeylər açılsın. Sən yazdırırsan o kitabı onlara. Sənin düşüncən, sənin yaşamın, sənin həyatın, sənin his daxildə necə Allah'ı hiss etməyin onlara bunu yaşadır. Halleluya! Sən sevinə bilərsən ki, bunlar sənə açılır bu günləri. Bunlar bugün bizlərə açılır. Mən yenə deyirəm. Yer üzərində bilmirəm 7 milyard deyirlər, yoxsa 9 milyard deyirlər adam var. Bu barədə belə təbliğ edənlər barmaqla sayılan qədərdir bugün yer kürəsində. Hamı dini təbliğ edir. Hamı ölü, keçmiş dədə babadan min illərlə bundan qabaq qalmış dini təbliğ edir. Heç kim bu sözləri sənə danışmayacaq. Və başa düş, sənin ətrafında olanlar, onlar diktovka altında bu kitabı yazırlar. Sən diktə edirsən onlara. Və hətta kilsələrdə belə, Məsihə aid olmuş kilsələrdə belə, onlar öz yığıncaqlarında heç də danışa bilmirlər. Bizim yığıncaqdan danışırlar, inan, mən eşidirəm. Bizdən danışırlar, bizim yığıncaqdan danışırlar. Deyirlər ki, Səmavi Səltənət qrupunda deyirlər, belə danışırlar. Deyirlər, Eyşən ölməzlikdən danışır. Eyşən çürüməməkdən danışır. Əslində mən elə Allah kimi danışıram, çünki Allah bu kəlamda belə yazır. Əslində mən İsa kimi danışıram, İsa belə deyir ki, siz Allahlarsınız. Eşidirsiniz məni? Gələcəkdə bu çarxa baxan adamlar, mən başqa cür danışmıram. Əslində Zəburda 82-ci fəsil oxuya bilərsən 6-cı ayədə Allah deyir ki, siz Allahlarsınız. Mən də sizə deyirəm ki, siz Allahın yaratdığı Allahlarsınız. Yaradan sizi yaradan yaradır. Mən artıq heç nə demirəm. Mən elə Allah kimi danışıram. İsa İncildə deyir ki, siz Allahlarsınız. Eşidirsən məni? Mənə bax bir dəqiqə. Mənə bax, görürsən məni? Mən, əgər İsa'nı görmək istəyirsənsə, sən İsa'nı eşitmək istəyirsən, mən elə İsa kimi danışıram, mən başqa cür danışmıram. Mən deyirəm ki, sən Allahsan, siz Allahlar. Kəlamı bilənlər, kəlamı oxuyanlar bilir mən nə deyirəm. Amin. Və mən onlara indi deyirəm, əgər mən belə danışıramsa, siz mənim haqqımda nə danışırsınız? Siz mənim haqqımda niyə danışırsınız axı?
Axı bu kitab mənim haqqımdadır. Ona görə də bugün deyin mənim arxamda. Deyin bu mənim həyat kitabımdır. Mənimlə ətrafda baş verənlərin heç bir əlaqəsi yoxdur. Mən özüm hər şeyi yenidən yaradıram. Mən inanıram ki, bax bu mesaj çoxlarının qulağına çatacaq. Ki bu mənim həyat kitabımdır. Əgər qaranlığın varsa, eşidirsən məni? Sən əvvəlki təbliğə bilmirəm, qulaq açmısan, qulaq açmamısan. Allah dünyanı yaradanda onu qaranlıq üzərində yaratdı. Sular deyir, qaranlıq üzərindədir. Əgər sənin qaranlığın varsa, əgər mənim qaranlığım varsa, onu mən özüm yaratmışam. Eşidirsən? Bu mənim başıma gəlmir. Bu mənim həyat kitabımın bir hissəsidir. Bax, nə üçün biz taleydən danışırıq? İnsanın taleyi Rəbdəndir, eşit. Sənin taleyin atandandır. Rəbdən olmayan heç şey tale deyil. Yetkin təfəkkür, yetkin düşüncə. Bax, burada yazıldığı kimi deyir, Filiplilərdə yetkin, ağıllı baş, ağıllı düşüncə. Filiplər 2:5-də bəyə oxudu, deyir ki, Məsih İsa necə düşündüsə, siz də elə düşünün. Yəni, hisslər və düşüncələr Məsihdəki kimi. Məsih necə düşünürdü? Sənə deyirəm, mən Allaham, mənimlə heç nə baş vermir, hər şey mənə görə baş verir. Budur ilahi həyatın formatı, budur Allaha bərabər olmaq. Mənimlə heç nə baş vermir. Mən heç kimi günahlandırmıram. Hər şeyi mən yenidən yaradıram. Yahya'nın Bəh kitabında yadınızdadır. Dedi ki, taxta oturan necə deyir? Burada taxta oturan var, vəbşə əlin qaldırsın, görün var taxta oturan. Aleluya! Efeslər 2:6-da deyir ki, o bizi İsa Məsihdə dirildib taxta oturtdu. Bəh kitabında isə deyir ki, taxta oturan belə deyir. Mən hər şeyi yenidən yaradıram. Dinər, mən hər şeyi yenidən yaradıram. Mən özümü yenidən yaradıram. Mən şəfamı yenidən yaradıram. Mən maliyyə vəziyyətimi yenidən yaradıram. Aleluya, aleluya. Və bu yenilikdə uçurumun üzərində qaranlıq və formasız şeylər var. Və sən elə bil qaranlıq və formasız şeylər yaratmışsan. Allah uçurumun üzərində, qaranlığın üzərində dünyanı yarattı birinci. Amma son söz yenə özünün oldu. İndi işıq olsun. Mən nanam ki, sən vəhlərdən vəhlərə keçirsən. Mən nanam ki, sənin vəhinin sayı hesabı itir bu günlərim. Və ona görə də əgər qaranlıq varsa, son söz sənindir, eşit. Denən ki, son söz mənimdir. Denən, son sözü mən deyirəm. Qaranlıq məni qucaqlaya bilməz. Denən, istəmirəm. Və qaranlıq məni bürüməyib və heç vaxtda bürüməyəcək. Çünki son söz mənimdir. Halleluya. Biz ilahi həyatın formatından danışırıq. İndi mən uşaqların barədə səni danışacağım. Sən, ola bilər ki, sənin heç elə uşağın var ki, elə doğulmuyub. Ola bilər ki, uşaq deyəndə elə bilmə ki, mən mütləq elə səni deyirəm. Sənin nəvən doğulmalıdır, sənin nəticən doğulmalıdır. O uşaqlar da sənindir. Və mən onlar barədə biraz danışacağım, biz sonra dua edəcəyik. Uşaqların Rəbdən taleyi var, eşit. Hər bir uşağın. Sən deyə bilərsən ki, uşaqların təbliğ mövzusu ilə nə əlaqəsi var? Uşaqların bura nə əlaqəsi var? Sən sadəcə bilməlisən. Sənin evlatlarının Rəbdən taleyi var. Mən ona görə bu barədə danışmaq istəyirəm. Ki, sənin evlatlarının ilahdan, Allahdan onların formatı var, həyat formatı var, taleyi var. Yaradılış kitabı 50-ci fəsil 21-ci ayədə yazılıb. Yaradılış 50-21-də deyilir ki, ona görə də qorxmayın, mən həm sizi,
həm də evlatlarınızı saxlayacağam. Sənə bu ayə sənə kifayətdir. Allahın ağzından çıxan bu ayə sənə kifayətdir ki, sən evladın barəsində narahat olmayasan. Sən əgər bu ayəni götürüb, bu ayəni öz daxilində düşünərək, fikirləşərək, o ayəni hiss edə bilsən, sən evlatlarının qayğısına qalmaqdan azad olacaqsan. Bu planetdəki hər uşağın Rəbdən taleyi var, öz taleyi var, şəxsi. O, ruhunda yazılmış bu taleyliyi ilə, o öz ruhunda yazılmış bu taley ilə bu dünyaya gəlir uşaq. Başa düşürsən? O uşaq o taley ilə gəlir. Lakin onunla bəzi hallar baş verib, ona başqa şeylər öyrədiblər. Və sən də bu evladının bu taleyini ortaya çıxartmaq üçün uşağa göstərmək və kömək etməlisən. Bu lazımdır ki bizə, bala köydən mənə salfetki verəsin. Bu lazımdır ki bizə, biz uşağımıza kömək edək, onun ilahi həyatdan taleyi olduğu, ilahdan taleyi olduğunu özünə göstərək. Və bu dünya bugün uşaqları, evlatları əsir götürür. Bunun onların taleyi olduğunu düşündürür ki, uşaqlarla nə baş verirsə oladır ki, bu sənin taleyindir, bu sənin xeyr. Biz dünyanın bu diktovkasını bugün bağlı elan edirik. Ancaq bugün sizin və mənim kimi Allaha bərabər olan Allahın oğulları var ki, bilirlər bunu. Heç bir şey kiməsə görə olmur, hər şey mənə görə olur. Hər şey mənimlə nəsə olursa, mənim düşüncəmə, mən nəsə etdiyimə görə olur. Və bugün mənim taleyim, mənim çağırışım, taleyi olmayan şeyləri aradan qaldıraraq uşaqlara toxunmaqdır. Başa düşürsən, xahiş edirəm mənə diqqətdən qulaq as. Bugün sənin çağırışın, bugün səni Allah nəyə çağırır, nəyə dəvət edir? Ki, sənin taleyi olmayan şeyləri evlatlarının üzərindən aradan qaldırasan və bununla, bu düşüncə ilə uşaqlarına toxunasan. Ağrı, xəstəlik, məsuliyyətsizlik, rədd olma, yoxsulluq, zorakılıq, cinsi istismar, bir növ təcavüzdə, axmaq şeylər, sən bunların qabağını kəsməlisən. Buna baxmayaraq, bütün uşaqlar, bu şeylərə baxmayaraq, bütün uşaqlar qucaqlanmalıdır. Sən qucaqlamalısan onları. Mənim övladlarım əskərlikdən gələndən sonra mən anladım ki, mən onları hər görəndə qucaqlayıb bir 5 saniyə, 10 saniyə dayanmalıyım. Onlar yekə kişi idi. Amma uşaq vaxtı mənim uşağım olanda deyirlər ki, ananın yanında uşağı qucaq almazlar, atanın yanında uşağı qucaq almazlar. Hər gün bir axmaq şeyi qucağıma alam, uşağımdır da qucağıma alam. Birinci dəfə oğlum olubdu, deyirəm oğlum doğulubdu, o yarım saatdir. Deyirəm verin uşağı qucağıma, deyirlər ayıbdır, olmaz, ayıbdır. Deyirəm nə ayıbdır? Uşağım da verin, özündə keyifliydim deyənə elə deyirdim. Olsa ayıq olsaydım mən də deyərdim ki, ayıbdır, düz deyirsiniz. Deyirəm oğlum doğulub, verin də qucağıma alın. Nənəm var idi o vaxtı, Goran boyun tapqara qoyub gəldim. Elə bu yüzünə gürşad ələnsin, ayıb deyilmə. Dedim, nə bəlsin. Uşağımı verin də keyfliyəm, özdə gəlib, verin uşağımı. Axırda aldım uşağı qucağıma. Sonra gənə, İsa'nı qəbul eləyənə qədər gənə uşağı yaxın duramırdım, böyüklərin yanında. Elə şey olur. Biz uşaqlarımızı qucaqlamalıyıq onları görəndə. Qucaqla, bağrına bas və gözlə 5 saniyə, 10 saniyə. Qoy o hiss eləsin səni. Çünki ümumiyyətlə bizim olmayan uşaq yoxdur, tək öz evladını qucaqlama. Hansı uşağı görsən, qucaqla onu. Mən deyim, bizim nəsildə körpə uşaqlar məni uzaqdan görən kimi gəlirlər, məni qucaqlayırlar. Başlarını qoyurlar sinəmə, mən onların kürəyinə bir kitabə əlim belə çəkməliyəm. Ondan sonra onlar sakitləşməlidirlər. Çünki bizim olmayan uşaq yoxdur. Bütün evlatlarımız bizimdir. Və ruhlarına yazılan bu taleyi gerçəkləşdirməliyik biz. Onlara bunu söyləməlisənsə, uşağın taleyi bu Rəbdir. Rəbbin ruhu öz uşağının daxilindədir.
Allahın ruhu onun öz uşağının daxilindədir. Sən o uşağı qucaqlayaraq Allahın ruhu ilə qucaqlaşa bilərsən. Mənimlə razısansa, sadəcə Allahın oğlunun bu vəziyyətinə daxil ol. Daxil ol bu vəziyyətə. Siz hər şeyi dəyişə bilərsiniz. Siz bütün gedişatı dəyişə bilərsiniz. Əgər talih Rəbdəndirsə və sən Allaha bərabərsənsə, sən osan, Rəb, onda sən bu talihi daxilində açmağa çağırılırsan. Sən çağırırsan ki, sənin daxilində olan bu talihi açasan, yayın edəsən ətrafa. İndi gözlərinizin qarşısına, sizin gözlərinizin qarşısına bu dəqiqə bəzi uşaqlar, oğlanlar və qızlar olacaq. İndi dua edəcəyik. İçərisində böyük güc və daxilində böyük güc və potensiala sahib olan bu gözəl uşaqları indi görməyə başla. Bu gözəl çiçəkləri görməyə başla. Onlar yeni açılmış çiçəklərdirlər. Bütün canlılardan daha canlıdırlar onlar. Böyüklərdən daha zərifdilər, daha plastikdilər, daha yumşaqdılar bu uşaqlar. Dünya indi uşaqlara laqeyd yanaşmaqda dəli olub. İnsan barəsində necə qərar vermək olar axı? Necə sən kiminsə barəsində qərar verə bilməlisən ki, o nə olmalıdır, kim olmalıdır? Heyvanlara necə münasibət göstərdiyinə görə sən necə deyə bilərsən ki, bu it oynadır, pişik oynadır, bu axmaq adamdır? Və yaxud da bu necə davranır heyvanlarla? Uşaqlar həyatın özüdür, onlar mələkdirlər. İndi ən çox ehtiyacı olan uşaqların əlindən tutmalıyıq biz. Onları qucaqlamalıyıq, onların ürəklərini görməliyik, bədənlərinin daxilində, bədənlərinin nüvəsində, içində bu işıq laxtasını görməliyik, sən görə bilərsən onu. Təyin olunmuş izzət taleyini sən görə bilərsən uşağın daxilində. Sən onun içində olan şərəfli yolu görə bilərsən. Ata tərəfindən yazılmış şərəfli yolu, şərəfli yürüyüşü görə bilərsən. Şərəfli yürüyüş olan Rəbbin ruhunun ürəyini görə bilərsən, sən onu görməlisən. Sən o uşaqların içində Rəbbin ruhunu, onun ürəyini görə bilərsən. Sən onların daxilində xəstəlik və göz yaşı olmayan, qaranlıq olmayan yeri görə bilərsən, onların içində yoxdur, onlar uşaqdırlar. Sən onların daxilində, necə deyim, qələbə olan yeri görə bilərsən, görməlisən. Onları qucaqlayanda, onları ürəyə basanda, mən sənə hasar verdim. İndi dərindən nəfəs al və gözün qabağına öz evlatlarınla birlikdə bütün uşaqları gətir və nəfəsini üfür onlara. Onların ruhunun nüvəsinə üfürür. Və bu vəziyyət zəncirlərini qırın ki, onlar vəziyyətdən asılı deyil, onlar daxillərində İlah tərəfindən, Allah tərəfindən yazılmış, ruh tərəfindən yazılmış taleydən asılıdırlar. Evlatlarınızın həyatında xəstəlik zəncirlərini qırın. Məhdudiyyət zəncirlərini qırın. Və deyin, öz evladınla bütün uşaqlar barəsində deyin, bu uşaqları mənim arxamda təkrar elə, sənin sözündə güc var, son söz sənindir. Ona görə sənə didizdirirəm bu sözü. Deyin, bu uşaqların səmavi taleyi, bu uşaqların səma üstündəki taleyi hərəkətə gəlsin və özünü göstərsin. Tanrının taleyi xəstəliklər üzərində özünü göstər. Dinən Tanrının, atanın talehi, ilahi həyat formatı, xəstəliklər üzərində özünü göstər. Qaydalar, qanunlar, şərtlər üzərində dinən özünü göstər. Dinən məsuliyyətsizlik, yetimlik üzərində özünü göstər, ilahi təbiət.
Yoxsulluq üzərində özünü göstər. Sən hamısından çoxsan. Sən hər şeydən üstünsən. Bu tale belə deyil, bu sənin ruhunda yazılandır. Ona görə də kəlamda dediyi kimi arxamda təkrar elə. Qoy kasıflar desin, mən varlıyam. Denəm, mən varlıyam. Və inan dediyin sözə, için qoy sevinsin. Qoy yetimlər desin, atam mənim atam var, mənim Allahım var. Qoy yoxsullar desin, mən qüdrətli olanın varisiyəm. Ey, deyin, mən qüdrətli olanın varisiyəm. Kəlamda yazılmış ki, biz varisiyik. Qoy hər bir uşağın ağzı, qoy hər bir uşağın siması Məsih tərəfindən ümid təbəssümündə, ümid şəklində təsvir olunsun. Və indi başlayın uşaqların necə gülümsədiyini görməyə. Gözünüzü yumun, başlayın, görün. Sənin bu sözündən sonra uşaqlar gör necə gülür. Mən reallığı deyirəm sənə. Və indi yum gözünü dinən mənim uşaqlarım Məsihin təbəssümləridirlər. Deyirəm, mənim uşaqlarım Məsihin sirrinin hərəkət təcəssümüdür. Hərəkət formasıdır. Və mən hal-hazırda əllərimi evlatlarınıza və hələ də doğulmamış və doğulacaq olan uşaqlarınıza, nəvələrincə qoyuram əllərimi indi. Onlar artıq var. Onlar haradasa bilinməyən yerdə deyirlər. Onlar göydən enməyə hazırlaşırlar, başa düş. Əllərimi onların üstündə qoyub elan edirəm. Rəbbin taleyi hərəkətdədir. Rəbbin taleyi yer üzərinə gəlməyə hazırlaşır. Bütün yalanlar, hər bir aldatma bu anda, hər bir xəstəlik bu anda başa çatır. Rəbdən olan tali öz zühuruna, öz təcəssümünə malikdir. Başa düşürsən? Deyildiyi kimi Allah onu qaldırdı və ona bir ad verdi. Çünki içindəki bir sir olaraq qorunub saxlanıldı və mütləq müvəffəqiyyətin ümidində həyata keçirildi. Başa düşürsən? Başa düşürsən nə baş verir indi sənin evlatlarınla? Ata, sənə bütün uşaqlar üçün, bütün evlatlar üçün təşəkkür edirəm, ata. Mən bütün uşaqların əllərindən tuturam. Tut indi dinəm, mən bütün uşaqların əllərindən tuturam. Xəstə olan uşaqların, şikəst olan uşaqların, narkoman olanların, zehni xəstəliyi olanların, hamısının dinən əlindən tutaraq, onların hamısını dinən pisliyin əlindən alıram və al onları le raman soğamandana. Halleluya. Əgər evladın yanındadırsa onun başına əl qoya bilərsən. Əllərinizi onlara qoyun və bu güclü sadə sözü onlara deyin. Denən taleyi Rəbdən təzahür etsin. Denən qoy sənin taleyin Rəbdən təzahür etsin. Denən uşağımın ruhunda yazılmayan heç bir vəziyyət onun talehi deyil. Denən onun talehi yalnız həyat verən ruhun mirasıdır. Daxilində yalnız denən həyat kitabı var. Sənin denən daxilində mənim evladım, sənin daxilində yalnız nur var. Sənin daxilində yalnız işıq var, həyat var. Aleluya, aleluya. Və evlatlarınıza görə ata Allaha təşəkkür edin. Denən təşəkkür edirəm evlatlarıma görə. Və bugün bəziləriniz tövbə etməlisiniz ki, uşaqlarınızı sevməmişsiniz.
uşaqları sevmədiyinizi söyləməlisiniz ki, mən uşaqları sevməmişəm, amma bugündən, bu vaxtdan etibarən onlara mələk kimi baxacağam. Hər bir uşağa və bu yüksək titrəyişdə olmağı istəyən dostlar, bu yüksək vibrasiyada olmaq istəyən dostlar, uşaqlarla oynayın, onlarla ünsiyyət qurun. Göyləri hiss edəcəksiniz. Onların haradan gəldiyi yeri hiss edəcəksiniz. Çünki siz çoxdan gəlmişsiniz, ona görə də unutmuşsunuz onu. Və bu indiki bugünkü yaşınıza qədər heç kim sizə deməyib ki, siz sadəcə bulub dünyaya gəlməmişsiniz, elə belə Fox kimi yaranmamışsınız. Siz hardansa bura gəlmişsiniz. Və həqiqətən də bu sizi çox yüksəklərə aparacaq. Halleluya, halleluya. Deyən ata, sənə təşəkkür edirəm evlatlarıma görə. Sənə minnətdaram ata. Evlatlarımın daxilində yazılan ilahi həyatın yaşamaqlarına bütün yolları və qapıları açıq elan edirəm. Sənə təşəkkür edirəm ata. Sənə şükürlər olsun ata. Sən ucasan ata. Hey! Sevin ey Rəbbin quzusu. Ey Rəbbin övladı. Sən baha qiymətə alınmışsan. Sən çox baha qiymətə alınmışsan. Sənə görə Allahın oğlu İsa Məsih öz həyatını verdi ki, səni ala bilsin. O səni öz həyatı bahasına alıb. Sən çox baha qiymət alınmışsan. Sadəcə sevin və denə, mənimlə heç nə baş vermir. Hər şey mənə görə baş verir. Hər şey mən etdiklərimə görə baş verir. Yum gözünü indi, rahatlaş sadəcə. Sənin qayğın yoxdur. Sən şəfalısan, sən varlısan, sən xoşbəxtsən. O içində olan hissləri başla indi. Nəyi düşünürsən, onu hiss edirsən. O hissləri başla yayın etməyə, translyasiya etməyə ki, qoy yanındayı baxanda desin ki, bunda nəsə güc var, bunda işıq var, bunda enerji var, bu adamda Allah var. Halleluya, halleluya. Oh, oh. Halleluya. Sənin bədəninin imkanlarının sərhəddi yoxdur. Çünki sən ilahi varlıqsan. Ətrafda baş verən heç nə, səninlə baş verən heç nə sənin talehin deyil. Sənin talehin Allahın varisi olmaqdır. Varisi isə ölməz və çürüməz deməkdir. Ey! Ölüm fikrini sənin düşüncələrindən silirəm bu dəqiqə. Çürümə fikrini sənin düşüncələrindən silirəm bu dəqiqə. Və sənin düşüncələrində ölmək və çürümək məlumatını, informasiyasını sıfıra endirirəm. İsa Məsihin adıyla. Hey, hey! Oh! Vay!